Bakının Qaradağ rayonunda 1986-cı il təvəllüdlü Hüseyin Şirinov xalası oğlu Nail Həsənovu qətlə yetirib. Teleqrafın əldə etdiyi xəbərə görə hadisə aprelin 7-sində saat 20 radələrində Sahil qəsəbəsinin ərazisində qeydə alınıb. Həmin gün saat 15 radələrində Cəlilabad rayon sakini Şirinovla 1998-ci il təvəllüdlü xalası oğlu Nail Həsənov arasında telefon danışığı zamanı mübahisə yaranıb. Hüseyin işdən çıxarılmasına görə xalası oğlunu günahkar bilib, onu şirkətdə qalıb işləməsi ilə bağlı mübahisə edib. Mübahisəyə təhqirlə müşayiət olunan münaqişəyə çevrilib, xalası oğlunu öldürmək qərarına gələn Hüseyin saat 20:40-da Sahil qəsəbəsi Qaradağ stansiyası Məhəllə Marketi adlanan dükanın qarşısında onunla görüşüb. Dükanın yaxınlığında olan vaqon dayanacağının içərisində əvvəlcədən gizlətdiyi bıçağı götürüb, köynəyinin sol qolunun altına qoyub. Oraya gələn xalası oğluna yaxınlaşıb, bıçaqla onun ürək nahiyəsinə zərbə vurub. Zərər çəkmiş, aldığı zərbədən ölüb. İstintaq orqanı tərəfindən Şirinovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci xulqanlıq niyyəti ilə adam öldürmə maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, Nail zəng edərək onunla işi olduğunu deyib və nalayiq ifadələr işlədib. Məni Qaradağ rayonu ərazisində mağazanın yaxınlığına çağırdı. Qorxutmaq məqsədi ilə bıçaq götürdüm. Nailə 2 bıçaq zərbəsi vurdum. Jaketindən dartanda bıçaq sinə nahiyəsinə dəydi. Hadisə baş verdikdən sonra özümü itirdiyim üçün Cəlilabada getdim deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs bildirib ki, xalası oğlu da özü də Qaradağ rayonu ərazisində yaşayıblar. Sement zavodunda birlikdə işləyirdik. Xalam oğlu sürücü idi. Aramızda heç bir problem olmayıb deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. Təqsirləndirilən şəxsin sözlərinə görə hadisə axşam saatlarında baş verib, Nail gələndə ona salam verdim. Əl uzatdıqda məni vurmağa və boğmağa başladı. Evdən çıxanda Naili qorxutmaq məqsədilə yağ bıçağı götürmüşdüm. Hadisə vaxtı Nail içkili idi. Narkoloji dispansiyada qeydiyyatdayam. Psixotrop maddə qəbul edirəm, hadisə günü də qəbul etmişdim deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekun vurub. Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb, məhkəmənin hökmü ilə Şirinov 17 il müddətinə azadlıqdan məhrum edilib, onun cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən olunub. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilib.